Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Avropa diplomatiyasının sabiq rəhbəri Federica Mogherini və qurumun xarici əlaqələr üzrə sabiq baş katibi Stefano Sanninonun ittiham edildiyi fırıldaçılıq qalmaqalının Avropa İttifaqını sarsıtdığını bildirib. Azərtac xəbər verir ki, Euroactiv portalı bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmilərinin görüşündə iştirak edən şəxsə istinadla məlumat yayıb. Məlumata görə Avropa diplomatiyasının rəhbəri qalmaqallar səbəbindən Avropa Xarici Fəaliyyət Xidmətinin qanun pozuntuları barədə bildirişləri ilə bağlı siyasətində dəyişiklikləri elan edib. Lakin Kaja Kallasın çıxışında konkretliyin az olması iştirakçıları məyus edib. Qeyd edək ki, dekabrın 2-də Belçika polisi Avropa Xarici Fəaliyyət Xidmətinin baş qərargahında Avropa Kollecində və bir neçə şəxsi evdə axtarış aparıb və bu axtarışlar zamanı aralarında Avropa diplomatiyasının sabiq rəhbəri Federica Mogherini və qurumun xarici əlaqələr üzrə sabiq baş katibi Stefano Sanninonun da olduğu 3 nəfəri saxlayıb. Saxlanılan şəxslər ifadələri alındıqdan sonra sərbəst buraxılıblar. Bununla belə saxlanılan hər üç şəxsə qarşı rəsmi ittiham irəli sürülüb.